Salam, hər vaxtınız xeyir. Bugün biz müsbətli din testinin müsbətli bərabər təcili hərəkətə baxacağıq. Başlayaq birinci sualdan. Birinci sualımız sürətin zamana görə dəyişmə eynini xarakterizə edən fiziki kəmiyyətdir. Deməli, burada sürətin zamana görə dəyişmə eynini. Ümumiyyətlə, sürətin dəyişməsini biz yazırıq delta V şəklində. Bunun da zamana görə dəyişməsini tapırıq. Bu olur təcil. Deməli, birinci sualın cavabı. İkinci suala gələk. İkinci sualda ədədi qiymət isə vahid zamanda sürətin dəyişməsinə bərabər olur. Yenə burada eyni şeydir. Vahid zamanda sürət dəyişməsi. Yenə təcil. Üçüncü sualda nədir? X ox üzrə hərəkət edən cismin sürətinin zamandan asılı qrafikinə əsasən onun təcilinin modulunu hesablayın. Yenə eyni şey. Burada gətirib yerinə qoyacağıq. Onda A bərabərdir. Deməli, V çıx, V0 bölünsün T-yə. Buradan qrafikdə biz görürük ki, başlanğıc sürət 0-dır. Son sürət isə 0.5-ə bərabərdir. Gətirib yerinə qoysuq 0.5 çıxılsın 0 və zaman dəyişməsi, yəni bu hərəkət 5 saniyə ərzində baş verir. Ölçü belə olur. 0.5 bölü 5-dən 0.11 metr böl saniyə kvadratı. A variantı. Davam edək. Deməli, dördüncü suala baxaq. Dördüncü sualda yerləşdirin. Deməli, dördüncü sualda bizə nə deyir? X ox üzrə hərəkət edən cismin sürətinin zamandan asılı qrafikinə əsasən onun təcilinin modulunu hesablayın. Yenə burada eyni şey. Burada nə edəcəyik? Buradakı bax, sürət dəyişməmiz 10-dur. Bu dəyişmə baş verir 2 saniyə ərzində. Bunların bir-birinə nəyin götürəcək? Nisbətin. Delta V bölü delta T-yə görə 10 bölü 2-dən gələcəyinə 5 metr bölü saniyə kvadratı. Sonra 5-ci sual. 5-ci sualda bizə nə deyir? Deməli, 5-ci sualda müsbətli bərabər təcilli hərəkətdə cismin sürətinin modulu hansı ifadə ilə təyin olunur? Deməli, biz ümumiyyətlə dəyişən sürətli hərəkətdə, bərabər təcilli hərəkətdə sürətin iki düsturunu bilirik. Bunlardan biri V bərabərdir. Daha doğrusu, gəlin TX ilə yaza bilirik. V0x üstə gəl AX T-yə. Digər düstur isə Vx bərabərdir. Kök altda V0 x-in kvadratı üstə gəl 2 AX x-in. Bax, bunlar reaksiya təminləridir. Burada plusu. Və hərəkətin bərabər yeniləşən və bərabər yavaşlayan olmağından burada başlanğıc sürətlə təcilin və yerləşmənin işarələri dəyişə bilir. Biz isə modulunu istədiyinə görə burada variantlarda fikir verirsiniz. Reaksiya ilə yazılır. Yəni, olacaq hansı variant? C variantı. Daha sonra 6-cı suala baxaq. X ox üzrə bərabər yavaşlayan hərəkət edən cismin daha doğrusu, baxın, 5-ci sualda məsələn deyə bilərsiniz ki, bu düstur hardan gəlir? Bax, bu ikinci düstur. Bu birinci və ikinci. İkinci düstur hardan gəlir? Bu düstur gəlir yerdəyişmənin reaksiyasından. Yerdəyişmən, bax, reaksiya düsturu V x kvadrat çıxılsın V0 kvadrat böl 2a x-a bərabərdir.
bərabərdir. Bax, bu düsturdan elə ki biz nəyi tapırıq? Bx kvadratından bx kvadratını tapırıq. Daha sonra oradan hər iki tərəf kök altına salıb bx-i tapırıq. Və bax, burada gördüyümüz bu düstur alınır. Yəni, indi sual çıxır ki, bu haradan gəlir? Yer dəyişmənin bx düsturu buradan gəlir. Bu da bax, belə yazılır. Buradan gəlib. Deməli, biz yer dəyişməni deməli bilirik. X bərabərdir. V0xt üstə gəl ax t kvadrat böl 2 düsturunu. Deməli, bu düstura və yer dəyişmənin digər üçüncü düsturu da var. Deməli, mənim yazdığım o ikinci düstura görə gəlmir. Əslində, bax, buna görə gəlir. Biz sürətin birinci düsturunda bu sürətin zamanı asılı tənliyin qrafikini qurmağa çalışırıq. Belə bir qrafik olur. Müəyyən bir V0 dəyərindən başlayıb, deyək ki, yeniləşən hərəkət olsun, müəyyən bir V dəyərinə gəlir çatır sürət, müəyyən bir T zamanı ərzində. Və biz bilirik ki, sürət zaman qrafikinin altında qalan fiqurun sahəsi, bax, bu sahə nəyə bərabərdir? Yer dəyişməyə bərabərdir. O zaman buradan bu fiqurun sahəsi trapesiya olduğuna görə, onda buradan yaza bilərəm ki, Sx bərabərdir nəyə? Oturacaqlar cəminin yarısı, yəni burada bir oturacaq, oturacağın biri bax, budur. Digər oturacaq isə budur. Buradakı oturacağın uzunluğu V qədərdir. Digər oturacağın isə, bax, bu oturacağın uzunluğu isə V0 qədər. Onda mən yazıram ki, V üstə gəl V0 bölünsün 2 və vurulsun hündürlük. Hündürlük ilə baxın burada budur, yəni T qədər. Onda bunu da nəyə böləcəm? Vurulsun T-yə. Bu düsturda indi biraz kiçik bir əvəzləmə aparsaq, yəni təcilin düsturunda A bərabərdir. V çıx V0 böl T düsturundan zamanı tapıb gətirib burada yerinə qoysuq. Buradan zamanı tapsam, baxın belə bir şey olacaq. T bərabərdir. V çıx V0 bölünsün A-ya. Deməli, gətirib yerinə qoysuq bax burada. Deməli, belə bir şey olacaq. V üstə gəl V0 böl 2 vurulsun zamanın yerinə bax, bu aşağıdakı ifadəni qoy. V çıx V0 bölünsün A. Və bax, burada yuxarıdakı ifadə V üstə gəl V0 V çıx V0 bu A kvadrat çıx B kvadratın açışıdır. Yəni, olacaq V kvadrat çıxılsın V0 kvadrat bölünsün 2A. Bu düstur alınacaq. Biz də bu düsturdan demişdik ki, bu düsturdan kimi tapırdıq? Bx-i tapırdıq. Biraz qarışıq oldu, amma bax, gəlmə nöqtəsi buradır. Bax, hər şey qrafikdən çıxır, bu qrafikin altında qalan sahədən. Ümumiyyətlə, dəyişən sürətli hərəkətdə bütün düsturlar bax, buradakı qrafikin altında qalan fiqurun sahəsindən gəlir. Davam eləyək. Deməli, neçənci sualda qalmışdıq? 6-cı sual. Deməli, 6-cı sualda bizə deyir ki, x ox üzrə bərabər yavaşlayan hərəkət edən cismin koordinatının zamandan asılılığı hansı düsturla ifadə olunur? Deməli, hərəkət bərabər yavaşlayansa, ümumiyyətlə, bax, koordinatın bizdə düsturu budur. X bərabərdir. 0 üstə gəl Sx. Və biz, bax, bu x-in yerinə yer dəyişmənin üç düsturundan birini yaza bilərik. Ən çox yazılanı budur. V0xt üstə gəl at kvadratı x kvadrat böl 2. Ax t kvadrat böl 2. Gətirib yerinə qoysuq. Bax,
düstur belə olur. X bərabərdir. X0 üstə gəl. V0 X T üstə gəl. AX T kvadrat böl 2. Aha, bax, bu düsturda fikir verirsiniz. Ümumiyyətlə, hərəkətin X ox istiqamətində olub-olmamağını göstərir bizə V0X. V0X əgər sıfırdan böyüksə, hərəkət X ox istiqamətində, V0X sıfırdan kiçikdirsə, hərəkət X oxunun əksinə olur. Hərəkətin yeyinləşən və yavaşlayan olmağını isə göstərir həm V0X-in işarəsi, həm də AX-in işarəsi. Əgər həm V0X, həm də AX eyni işarəlidirsə, bu hərəkət olur yeyinləşən. Yox, əks işarəlidirsə, misal, biri müsbət, biri mənfidirsə, bu hərəkət olur nə? Yavaşlayan. İndi, biz burada baxsaq, X oxu üzrə hərəkət istədiyinə görə V0-ımız nə olmalıdır? Müsbət, 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 D, Y variantları burada çıxır. Və yeyinləşən, yox, yavaşlayan olmağı istəyirsə, sürətin işarəsi müsbət, təcilin işarəsi nə olmalıdır? Mənfi. Çünki bizdə X ox istiqamət dediyinə görə sürət hökmən müsbət olmalıdır. O zaman yavaşlayan üçün nə demişdik? Əks işarəli. Onda bu müsbətdirsə, digər nə olmalıdır? Mənfi olmalıdır. Belə bir variant da var. Harada? C variantı. Sonra davam edək. 7-ci sual. Maddi nöqtənin düzxətli bərabər yeniləşən hərəkəti zamanı. Ümumiyyətlə, baxın, biz baxırıq düzxətli bərabər təcillər hərəkətinə, dəyişən sürətli hərəkətin təcilin sabit olan halına baxırıq. Yəni, burada nə sabitdir? Təcil sabit. Təcil həmişə sabit qalır. Zaman dəyişir. İstəyir bərabər yeniləşəndə, istəyir bərabər yavaşlayır. Sonra 8-ci sual. Sükunət vəziyyətindən 3 cm/saniyə kvadrat sabit təcillə hərəkətə başlayan avtomobilin 6-cı dəqiqənin sonundakı sürətini hesablayın. Deməli, burada verilənləri yazsaq biz. Burada bizə nələr verir? Cismin başlanğıc sürətinin 0 olduğu deyilir. Sükunət vəziyyətindən başlayıb hərəkət və təcili nə qədərdir? 3 cm/saniyə kvadrat. Burada biz biraz çevirmə aparsaq, yəni santimetr metrə çevirsək, yəni biz bilirik ki 1 metr 100 santidir, onda əks əməliyyat aparacaq, yəni böləcək. Yəni 100-ə bölsən eləyəcək %3 metr böl saniyə kvadrat. Və bizə deyir ki T bərabərdir 6-cı dəqiqənin sonunda sürət hesabla. Yəni 6 dəqiqə neçə saniyədir? 360 saniyə. İndi mən bilirəm ki V bərabərdir nəyə? Vx bərabərdir V0x üstə gəl AX T-yə. Gətirib yerinə qoysuq. V0-ımız 0-dır. Onda AX-ımız %3. Zamanımız isə 360 saniyə. Burada sıfırlar ixtisar gedər. 3 sıfır 36 108. 108 də 10-a bölünsə nə edəcək? 10 tam 10'da 8 metr böl saniyə. A variantı. Sonra biz baxaq 9-cu suala. Deməli, 9-cu sualda nə deyir? VT qrafikinə əsasən cismin hərəkət təcilinin proyeksiyasını hesablayın. Deməli, biz bilirik ki, təcilin proyeksiyası nəyə bərabərdir? V çox V0 bölünür T-yə. Gətirib yerinə qoysuq. Cismin başlanğıc sürəti 8-dir. Son sürəti, yəni 4-cü saniyədə sürəti 0. Onda yazaram ki, 0,8 bölünsün 4. Buradan da eləyər -2 metr böl saniyə kvadrat. Sonra sual deməli gəldik 10-cu suala. 10-cu sualda nə deyir?
sükunət vəziyyətinə bax, yenə eyni sualdır. Burada deməli biz neyəcəyik? 2 santimetr bölü saniyə kvadratını çevirəcəyik metr bölü saniyəyə. Yəni 100-ə böləcəyik. Burada olacaq %2 metr bölü saniyə kvadrat. Digər tərəfdən 4-cü dəqiqənin sonudur. 4 dəqiqə nəyə bərabərdir? T bərabərdir. 4 bölü 60-dan 240 saniyə. Və bayaqki tənlikdə gətirib yerinə qoysuq. Yəni Vx bərabərdir. V0 üstəgəl AX T. Gətirib yerinə qoysuq. V0 x-imiz sükunət vəziyyətinə başlayır. 0-dır. AX-imiz neçə idi? %2. Zaman müddətimiz isə 240 saniyə. Burada sıfırlar gedir. 2 vur 24 48. 48-i 10-a bölsük eləyəcək. 4,18 metr bölü saniyə. A variantı. Sonra 11-ci sual. 11-ci sualda bizə nə deyir? X oxu üzrə hərəkətlən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinin hansı hissəsi bərabər yeniləşən hərəkətə uyğundur? Ümumiyyətlə, sürət zaman qrafikində gəlin belə bir qayda deyəcəyik. Əgər qrafik zaman oxunun yuxarı hissəsində qalıbsa, o zaman hərəkət X oxu istiqamətindədir. Yox, əgər qrafik zaman oxundan aşağıdadırsa, o zaman hərəkət X oxunun əksinədir. Bu, hərəkətin X oxu istiqamətində olub-olmamaq. Digər tərəfdən, əgər qrafiklər, gələk bərabər yeniləşən, bərabər yavaşan. Əgər qrafiklər zaman oxundan uzaqlaşırsa, o bərabər yeniləşən. Yox, əgər qrafiklər zaman oxuna yaxınlaşırsa, yox, istəyir, alt hissədə, istəyir, yuxarı hissədə. Zaman oxuna yaxınlaşırsa, o olur nə? Bərabər yavaşayan. Yox, əgər heç bir yaxınlaşma və uzaqlaşma yoxdursa, bu isə nədir? Bərabər sürətli. Deməli, burada deyir, X oxu üzrə hərəkət edən cismin, deməli, X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiya zamanı asılı qrafikinin hansı hissəsi bərabər yavaşayan ayrılır? Bərabər yeniləşən ayrılır. Deməli, yeniləşmək üçün dedik, nə olmalıdır? Zaman oxundan uzaqlaşmalıdır. Bu, sadəcə var harada? C, D hissəsində. Sonra 12-ci sual. 12-ci sualda bizə nə deyir? X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiya zamanı asılı qrafik verilmişdir. Hansı zaman intervalında cismin təcili sıfıra. Baxın, biz təcilin üstünü bilirik ki, nəyə bərabərdir? A bərabərdir. V0 bölünə T. Təcilin sıfır olması üçün bu ifadədə yalnızca hara sıfır ola bilər? Sürət. Çünki zaman nə ola bilməz? Sıfır ola bilməz. O zaman sürət dəyişməsi nə olmalıdır? Yəni delta V sıfır olmalıdır. Delta V nə zaman sıfır ola bilər? Yəni əgər ifadə V0 ya hər ikisi sıfır olmalıdır ki, fərq sıfır olsun, ya da hər iki bir-birinə bərabər olmalıdır ki, fərq nə versin? Sıfır versin. Deməli, yəni iki sürətin də bir-birinə bərabər olması o deməkdir ki, hərəkət bərabər sürətlidir. Sürət dəyişmir. Deməli, burada da baxın, bərabər sürətli hərəkət hansı hissədir? T2, T3 hissəsidir. Yəni, bu T2, T3 intervalında cisim bərabər sürətli hərəkət edir və təsiri nədir? Sıfırdır. Belə bir variant, B variantında. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyir, X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafik verilmişdir. Hansı zaman intervalında cismin təcilinin proyeksiyası müsbətdir? Ümumiyyətlə, belə bir şey deyə bilərik. Əgər qrafikin meyli yuxarı doğrudursa, yəni ümumiyyətlə, həmişə bax, bu istiqamətdə gedirsə, təcilin proyeksiyası nədir? Müsbət. Yox, əgər meyllər aşağılarsa, istəyir aşağıda, istəyir yuxarıda, bu zaman təcilin işarəsi mənfidir.
Burada da bax, müsbət istədiyinə görə müsbət harda var? Sıfırdan T1-ə qədər olan hissə. Deməli, sıfırdan T1-ə kimi var. Daha sonra 14-cü suala baxaq. Burada nə deyir? Sükunət halından 0,1 metr bölü saniyə kvadrat sabit təcillə sürətlə hərəkətə başlayan cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Deməli, gəlin biz yerləşmənin proyeksiyasında x bərabərdir v0 t üstəgəl ax t kvadrat bölünən 2. Deməli, deyəcəksiniz ki, bizdən yolu istəyir, niyə görə yerləşmədir? Yox, əgər hərəkət istiqaməti dəyişməyibsə, bax bu hərəkət düz xətlidir. Hərəkət istiqaməti dəyişmirsə, gedilən yolla yer dəyişmə bir-birinə bərabər. Yox, hərəkət istiqaməti dəyişərsə, yol yer dəyişmədən nə olur? Yol yer dəyişmədən nə olur? Böyle. Burada da hərəkət istiqaməti dəyişmir. Yəni, bu hərəkət yerləşəndir. Deməli, hərəkət başlayıb sükunət halından. Yəni, bax, buradakı V0 sıfırdır. Onda yerdə qalır təkcə nə? Ax t kvadrat bölünən 2. Şimdi burada 6 saniyə ərzində gedən yolu istəyirsə, gətirib yerinə qoyuruq. Bərabərdir. A 0,1 6 saniyə ərzində istəyir. 6-nın kvadratı 36 bölü 2. Bu da eləyəcək nə? 18 bölü 0,1-dən 1,8 nə? Eşitdir. D variantı. Daha sonra 15-ci suala bax. 15-ci sualda nə deyir bizə? Başlanğıc sürəti 10 metr bölü saniyə olan cismin 0,5 metr bölü saniyə kvadrat sabit təcili tormozlanmağa başlayır. Baxın, burada bizə başlanğıc sürəti verib 10 metr bölü saniyə. Həmçinin bizə təcili. Amma bu hərəkətin yeniləşən və yavaşlayan olduğu birbaşa işarələrlə demir. Amma nə deyir? Sabit təcillə tormozlanmağa başlayır. Tormozlanma nə deməkdir? Hərəkətin yavaşlaması deməkdir. Yəni, hərəkət nə edir? Burada bərabər yavaşlayır. O zaman bizim sürət tənimiz bax olacaq belə. V bərabər V0 nə? A, T. Yəni, hərəkət nə edir? Yavaşlayır. Gətirib yerinə qoysuq. V0 10-dur. Çıxılsın. A 0,5-dir. Neçə saniyədən sonra sürət istəyir? 4-cü saniyənin sonundakı sürət istəyir. Olsun da. Bu eləyir 2. 10-2-dən deməli nə gəlir? 8 metr bölü saniyə. Deməli, davam edək. 16-cı sual. Burada nə deyir bizə? Deyir ki, başlanğıc sürəti 5 metr bölü saniyə olan cisim 0,5 metr bölü cismin 0,5 metr bölü saniyə kvadrat təcillə düz xətli bərabər yeniləşən hərəkət edir. 4-cü saniyə sonunda cismin sürətini hesablayın. Deməli, yenə eyni tənliyi yazırıq. V bərabərdir. V0 üstəgəl A, T. Deməli, gətirib yerinə qoysuq. Başlanğıc sürəti 5. Təcili 0,5. Və istəyir bizdən 4-cü saniyədəki nəyi? Sürəti. Deməli, bu edir 2. 5 plus 2-dən neçə eləyəcək? 7. Yəni, bu cismin 4-cü saniyənin sonundakı sürəti 7 metr bölü saniyə olacaq. Deməli, 17-ci sual. Burada nə deyir? Başlanğıc sürəti V0 olan və bərabər yavaşlayan hərəkət edən cisim T müddətindən sonra dayanır. Bu müddət ərzində cismin yer dəyişməsinin modulu hansı ifadə ilə təyin olunur? Deməli, biz yer dəyişmənin düsturundan ən birincisi V0 üstəgəl V
böl 2 vur t'ni yazaq. Burada deyir ki, başlanğıc sürəti V0 olan bərabər yavaşlayan hərəkət cisim T müddətindən sonra dayanır. Cisim dayananda onun son sürəti nəyə bərabər olur? Sıfıra bərabər olur. Yəni, bax, buradakı son sürət nə olacaq? Sıfır. Yerdə qalacağına V0 T böl 2. Deməli, buradan da cavabımız A variantı. Biz demişdik, bu düstur hardan gəlir? Bu düstur sürət zaman qrafikinin altında qalan fiqurun sahəsindən. Bax, buradakı trapesiyanın nəyi? Sahə düsturudur. Daha sonra 18-ci suala baxaq. 18-ci sualda bizə deyilir ki, x oxu üzrə bərabər təcilli hərəkətdə cismin koordinatı verilmiş t anında hansı ifadə ilə təyin olunur? Deməli, bizim koordinat düsturumuzda fikir verin, x bərabərdir x0 və gəl x-ın da yerinə v0xt və gəl at kvadrat böl 2 yaza bilər. Burada deməli, bax, fikir verirsə, burada başlanğıc sürət nədir? 0. Başlanğıc sürət 0-dırsa, onda bu hissə olmayacaq. Deməli, hansı hissə? x0 plus axt kvadrat böl 2. Doğru cavab B variantı. Burada bizdən proyeksiyası istəyir də, bəli. Yəni, proyeksiya təminlidir, bax. Daha sonra 19-cu suala baxaq. 19-cu sualda nə deyir? Sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin sürətinin modulu hansı ifadə ilə təyin edilir? Bax, bu düsturu biz bayaq da yazmışdıq. Bax, bu düstur. Vx bərabərdir. Kök altda V0 kvadrat üstə gəl 2ax sx. Bu sürətin proyeksiyasının ikinci təminliyidir. Və bizə yenə deyilir ki, başlanğıc sürət nədir? 0. Onda burada yerdə nə qalır? 2ax sx. Bax, bu proyeksiya təminliyidir. Bizə isə lazımdır nə? Modulu. Modul olduğuna görə nə olur? E variantı. Daha sonra 20-ci sual. Burada nə deyilir? Sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin yer dəyişməsinə sərf olunan zaman hansı ifadə ilə təyin olunur? Deməli, biz burada hansı ifadə edə bilərik? Deməli, bax, gəlin elə bu düsturu yazaq. S bərabərdir V0t və gəl at kvadrat böl 2. Deməli, bu düsturda bax, yenə bax, sualın şərtinə fikir verirsiniz. Başlanğıc sürət 0. Yəni, bu bərabər nəyə? At kvadrat böl 2. Deməli, buradan isə bizdən zaman tapmamız istənilir. T kvadrat bərabər nəyə? 2s böl a. Sonra hər tərəfi kök altına salsın. Deməli, t bərabər olacaq nəyə? Kök altda 2s böl nə? Belə bir ifadə varmı? Var. E variantı. Daha sonra 21-ci suala baxaq. 21-ci sualda bizə deyir ki, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin təcili hansı ifadə ilə təyin olunur? Təcili hansı ifadə ilə təyin olunur? Deməli, bax, təcilin ifadəsi nə idi? V0 böl t. Sükunət vəziyyət dediyinə görə oldu 0. Qaldı yerdə nə? V böl t. Cavab Y variantı. Daha sonra 22-ci sual. 22-ci sualda bizə deyilir ki, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin təcilinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Deməli, bax, yenə də yer dəyişmə düsturunu yazaq. Proyeksiya düsturunu yazaq. V0 x t üstə gəl ax t kvadrat böl nə? 2. Aha. İndi yenə bizə deyir ki, hərəkət sükunət vəziyyətindən başlayıb.
O zaman başlanğıc sürəti 0 olur və ifadə bu şəkildə düşür. Ax t kvadrat böl 2. Deməli, buradan bizdən nəyi soruşur? Təcili soruşur. Bu düsturdan təcili tapısıq. Gəlin çarpaz bura. Sonuncu bax, buradakı ilə çarpaz bura. Olacaq 2s x bərabər nəyə? Ax t kvadratına. Buradan t kvadratını tapısıq. Bərabərdir 2s x. Yox, bizdən t-ni istəmir axı. Bizdən nə istəyir? Bizdən ax istəyir. Buradan ax tapısıq. 2s x bölünsün nə olacaq? T kvadrat. Burada da yenə deməli, hansı variant? A variant. 23-cü sual. 23-cü sualda bizə nə deyir? Sükunət vəziyyətindən bərabər təcillə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Deməli, bu düsturu bayaq bir dəfə deyəcək. X bərabər nəyə? X bərabərdir V x üstə gəl V0 bölü 2 vur T'yə. Yenə sükunət vəziyyəti olduğuna görə sürətimiz oldu 0 və yerdə qaldı Bx vur T bölü 2. Bx vur T bölü 2 də B variantından. Daha sonra 24-cü sual. 24-cü sualda nə deyir? Sükunət vəziyyətindən bərabər təcillə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Deməli, bax, bu isə yer dəyişmənin proyeksiyasının ikinci düsturundan gəlir. X bərabər nəyə? Vx kvadrat V0 x-in kvadratı böl 2ax. Yenə də başlanğıc sürəti 0 olduğuna görə o zaman yerdə qaldı nə? Vx kvadrat böl 2ax bərabər oldu. Deməli, hansı variant? D variant, Y variant. Sonra 25-ci sual. 25-ci sualda bizə nə deyir? 25-ci sualda bizə deyir, x oxu üzrə bərabər təcillə hərəkətdə sürətin proyeksiyası hansı ifadə ilə təyin olunur? Bax, biz bayaqdan o düsturu yazırıq. Sürətin proyeksiya təyin nədir? V0x üstəgəl ax t. Sonra 26-cı sual. Bax, bu düstur hardan gəlir? Ümumiyyətlə, təcilin bizə düsturundan hər şey alınır. Bu düsturu çarpaz vurur. X tapısıq. Bu aşağıdakı düstur alınır. Sonra 26-cı sual. 26-cı sualda deyir ki, metr böl saniyə ifadəsi BSD hansı kəmiyyətə bağlıdır? Metr böl saniyə nəyin? Təcilin vahididir. Delta V böl T düsturundan gelir. V'nin vahidi metr böl saniyə, məxrəcdə də birdən saniyə olduğuna görə saniyələr vurulub olur, saniyə kvadrat. Sonra 27-ci sual. Maddi nöqtənin bərabər yavaşlayan hərəkəti üçün hansı şərt mütləq doğrudur? Bu hərəkətlərdə həmişə dediyi təcil nə olur? Sabit olur. Daha sonra 28-ci sual. Cismin sürətinin proyeksiyası zamandan asılı qrafiklər verilmişdir. Qrafiklərdən hansı OX oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkətə uyğundur? Deməli, biz dedik ki, qrafiklər əgər zaman oxundan yuxarıdadırsa, olur X oxu. Yox, zaman oxundan aşağıdadırsa, olur X oxunun əksi. Yeyinləşənlər zaman oxundan uzaqlaşır.
Yavaşlayanlar isə zaman oxuna nə edir? Yaxınlaşır. Deməli, burada deyir ki, OX oxunun əksi istiqamətində. OX oxunun əksidirsə, deməli, qrafikimiz olacaq hardan? Bir dəqiqə. Aha. Deməli, biz dedik ki, OX oxunun əksi isə zaman oxundan harda olmalıdır? Aşağıda. Yavaşlayansa zaman oxuna nə etməlidir? Yaxınlaşmalıdır. Aşağıda və zaman oxuna yaxınlaşan hansıdır? 5. Daha sonra 29-cu sual. 29-cu sualda bizə deyilir ki, cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiklər verilmişdir. Qrafiklərdən hansı OX oxu istiqamətində? Hatta bax, burada deyir ki, OX oxu istiqamətində. OX oxunun istiqamətində olmaq üçün qrafiklər yuxarıda olmalıdır. Bax, bu iki qrafikdən biri. Və bərabər yeniləşən isə zaman oxundan nə etməlidir? Uzaqlaşmalıdır. Bax, oldu nə? 1.